təşkil edilib. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu bir şəhər, bir qəsəbə və 125 kənd 1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdu. 2020-ci ilin sentyabrın 20-sinə başlayan və tarixə 44 günlük müharibə kimi düşən 2-ci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu. 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Modern Az mövzu ilə bağlı əslən Laçın rayonundan olan ziyalılarla əlaqə saxlayıb. Şair publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü İlham Qəhrəmanın sözlərinə görə 1922-ci ildə Zəngəzur bolşeviklər tərəfindən 2 yerə bölünüb və bir hissəsi Ermənistana verilib. Ermənistana verilən əraziyə Sisiyan, Qafan, Corus daxilidir. Zəngilan, Qubadlı və Laçını əhatə edən digər hissə Azərbaycanda qaldı. Laçın şəhərinin ərazisində yerləşən Abdallar kəndində inzibati binalar tikilməyə başlandı və bu ərazi mərkəz seçildi. Abdal, Allah yolunda olan ibadət əhli deməkdir. Mərkəz bura olsa da, rayona başqa ad vermək təklif olunub. Bu hadisələr baş verən zaman yazıcı Tağı Şahbazı da orada olub. O, rayonun üzərindəki dağa baxır və adını soruşur. Laçın adını eşitdikdən sonra isə rayona elə bu adı verməyi təklif edir. O vaxtdan da Laçın rayonunun adı elə o şəkildə də qalır. Müsahibimizin sözlərinə görə, Laçın sağda Kəlbəcər, solda Qubadlı ilə qol-qola, Şuşa ilə kürək-kürəyə, Zəngəzurun əsas şəhəri olan Corus ilə üz-üzədir. Bəhlul Behzət orada oturur və Demokratik Cümhuriyyət adından Zəngəzuru idarə edirdi. Bu gün Laçın şəhər günü təntənəli qeyd edilir. Laçında bu gün atəşfəşanlıqdır. Hər kəs bayram əhval-ruhiyyəsindədir. İndi burada Azərbaycanın hər yerindən insanlar var. Laçının şad gününü bu şəkildə qeyd etmək çox xoşdur. Hüquqşünas Ərşad Hüseynov bildirib ki, Laçın şəhərinin adı ilə bağlı bir neçə mülahizə var. Amma o mülahizələrdən heç biri digərlərindən üstün deyil. Mülahizələrdən biri odur ki, Laçın sözü qədim türk tayfasının adı ilə bağlıdır. Mən düşünürəm ki, bu mülahizə üzərində araşdırmalar aparılsa, bəlkə də dəqiqləşdirmək olar. Bu daha inandırıcı versiyadır. Eyni zamanda, Laçında digər məşhur türk tayfalarının olması daha ağlabatandır. O vaxt rayona rəsmi ad veriləndə burada Tağı Şahbazı da iştirak edib. Rayonun adlandırılmasını onun təklifi ilə bağlayırlar. Amma mən düşünürəm ki, o dövrdə türkçülük etmək, bu ideologiyadan çıxış etmək çox təhlükəlidir. Ərşad Hüseynov deyib ki, Laçın sözü məğrurluq, gözə gəlimlilik mənasında da istifadə edilir. Bəlkə də Tağı Şahbazı türk tayfasını nəzərdə tutaraq bu adı seçib. Əgər şəhərin relyefinə baxsaq, bu sözü canlandıran dağları da görə bilərik. Laçın həm də qartal növünün adıdır. Bir versiyada onunla bağlıdır ki, rayondakı meşələrdə Laçın quşu çox göründüyündən onun şərəfinə belə adlandırılıb. Mən bu adla bağlı ilk versiyanı daha qəbul olunan hesab edirəm. Rayonun səthi dağlıqdır və şimal hissəsi Qarabağ silsiləsinin cənub-qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub-şərq yamacında, cənub-qərbi Qarabağ yaylasındadır. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır. 3594 metr. Ağoğlan dağı, Alagöllər, Altın Taxta, Böyük İşıqlı, Cüdələr, Çalbayır, Dəli dağ, Fərmas təpə, Xozaz təpə, İşıqlı, Keşiş təpə, Kiçik İşıqlı, Qabaq təpə, Qatırdaş, Qəhrəman bəy təpəsi, Qırxqız dağı, Qızılboğaz, Qızılqaya dağı, Qızıl təpə, Qoruğun dağ, Qurğun dağ, Tərxanyalı, Yəhər təpə yüksəklikləri yerləşir. Çayları Həkəri və onun qollarıdır. Əsasən çimli, dağ-çəmən, qəhvəyi, dağ-meşə və karbonatlı dağ-qara torpaqlara malikdir. Bitki örtüyü kollu və seyrək meşəli çəmənliklərdən, enli yarpaqlı dağ meşələrindən, palıd, vələs, fıstıq, subalp və alp çəmənliklərindən ibarətdir. Heyvanat aləminə qaya keçisi, çöl siçanı, cüyür, çöl donuzu, sincab, süleysin və s. aiddirlər. Ərazinin çox yerində qışı quraq keçən mülayim, isti və soyuq iqlim üstünlük təşkil edir. Orta temperatur yanvarda 10 dərəcədən 0 dərəcə Selsiədək, iyulda isə 10 dərəcədən 22 dərəcəyə dək dəyişir. İllik yağıntının miqdarı 609 mm-dir. Rayonun cəmi torpaq sahəsi 166.488 hektardır. Ondan da 75.781 hektarı kənd təsərrüfatına yararlıdır. Qeyd edək ki, 26 avqust tarixi Laçın şəhər günü kimi qeyd olunur.